Allah Resulü buyurur ki, ey Cabir, Ramazan ayıyla vidalaş ve belə denən. Həzrət Cabirin timsalında bizlərə örgədir. Ey mənim Allahım, bu Ramazan ayın sonuncu Ramazan ayı və sonuncu orucluq bizlər üçün qərar vermə. Ömür vəfa eləmir. Allahın təqdiratı var. Allah hər kəsə bir ömür ayırıbdır. Fəin cəaltəhu, əgər bu Ramazan ayın, ömrümüzün sonuncu Ramazan ayı bizlər üçün qərar verdin, yəni təqdiratın bu cürdür Allah, ömrümüz bitibdir. Fəc'alni mərhumən və la təc'alni məhruma. Əgər sonuncu Ramazan ayı bizlər üçün qərar veribsənsə, kimlər üçünsə, öz rəhmətini mənə şamil elə. Bu ayda mən sənin rəhmətini qazanan insanlardan olum. Rəhmətin halıma şamil olsun. Və la təc'alni məhruma. Məni məhrum etmə.